Qaralmış şanları arı təsərrüfatından çıxardım. Qazanda şanı ramkadan rahat ayırmaq üçün atıram, əriyir. Qaralmış ramkaları təzədən təsərrüfata qaytarmaq normal hal deyil. Həmi göbələk mənşəli xəstəliklər, həmi gənə olur, orada gizlənə bilir şan qara olduğundan. Həmi arılar üçün zərərli bir şeydir. Ona görə ramkanı atıb qara şanı əridib ayırıram. Belə bir şey yaranır. Oldu belə bir şey.